Demək, mənim gözəllərim, bol-bol gəzişmək lazımdır. Belə tənbəl-tənbəl yatmayın, bir zəhmət. Qəşəng gəzişirik, sonra yeməyimizə diqqət yetiririk, çayımızı içirik, süd gilələrinə gələn ağ mayi, yəni şəffaf mayi, o ən vitaminli şeydir, onu verin uşağınız yesin. Amma südün gəlişi ikinci sütdan sonra daha qəşəng gəlir. Və yaraları bir gündən bir dəyişəcək evə gedəndə, kənarlarını lazım deyil, o eminə klonkalı yapışqan var, betafis, ondan istəmirə yapışdırarsınız. Sadəcə qoyduğunuz steril materialı kənarlardan 2 yerdə santalikdən bəndirir ki, yara nəfəs alsın, havalansın. Çiməndə də açırsınız onu, qəşəng çimirsiniz, normal şəkildə maçalqalana da bilərsiniz. Sonra tamamdan çıxan kimi sonra betadinləyin. Təzdən üstünü örtün. Yaxşı, bir həftə bunları elədiniz yetərlidir. Sonra aça bilərsiniz yaranızı. Prosto karseti taxanda altdan mayka geyinin, üstündən karset ki, karset onu əzməsin.